bir həyatı var, orada neymət var, orada əzab var və qəbirdə olan kimsələr var ki, onlar neymət içərisindədirlər və elə kimsələr də var ki, onlar əzab içərisindədirlər, gecə gündüz və qiyamət günü də daha şiddətli əzaba düçar olanlar olacaq və bəs edir ki, bu mümin qəbr əzabından Allaha sığınsın. Ona görə əmr olunub bizə qəbr əzabından sığınaq Allaha hər bir vaxt və xüsusən də hər namazdan sonra, hər namazın axırında Allaha sığınaq. Və şəriətimiz həmçinin bəyan edib ki, qəbr əzabı olduğu kimi qəbr əzabından qorunmaq üçün salih əməllər var. Hansı ki, qoruyur insanı, mömini, müsəlmanı qəbr əzabından. Onlardan üçünə toxunacaq. Hansı ki, Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, yu'tər rəculu fi qabrihi fəidə utiyə min qibəli rəsihi dəfəəthu tilavətil Quran. Sonra kişiyə qəbrində yaxınlaşacaqlar və ya yanına gəlinəcək və onun baş tərəfindən yaxınlaşdıqda Quran tilavəti onu dəf edəcək. Yəni qoruyacaq onu. Və idə utiyə min qibəli yədəyhi dəfəəthu sadaqa. Əgər əlləri tərəfdən yaxınlaşılacaqsa ona sədəqə onu dəf edəcək. Uzaqlaşdıracaq. Və idə utiyə min qibəli ricləyhi dəfəəhul məşü iləs-salə. Ayaqları tərəfdən yaxınlaşılacaqsa ona məscidə getməyi onu dəf edəcək, uzaqlaşdıracaq. Və hədisi də İbn-i Mundir öz kitabında nəql edir və Şeyx Albani Səhih Tərğibdə səhiləşdirib. Bu əzəmətli hədis göstərir ki, qəbirdə olan kəs, qəbir sahibi, qəbirdə olan insan ona əzab yaxınlaşacaq. Yaxınlaşan əzabdır bu hədisdə keçən. Yaxınlaşacaq və gələcək baş tərəfindən qəbirdə olanın, elə ki, baş tərəfindən yaxınlaşmaq istədi, Quran tilavəti dəf edəcək onu, uzaqlaşdıracaq. Və gəlib bəzi rəvayətlərdə deyəcək ki, leysə min qibəli, mən tərəfdən yox, mən tərəfdən yol yoxdur. Və əgər əlləri tərəfdən yaxınlaşmaq istəsə əzab, sədəqə dəf edəcək onu. Deyəcək ki, necə bəzi rəvayətlərdə gəlib, leysə min qibəli, mən tərəfdən yox, uzaqlaş. Və əgər ayaqları tərəfdən yaxınlaşmaq istəsə, məscidə getməyi, əzabı uzaqlaşdıracaq, deyəcək, leysə min qibəli, mən tərəfdən yox.